Salam əziz izləyicilər, əziz abituriyentlər. Bugün 9 Mart 11-ci siniflərin buraxılış imtahanı idi. Bütün imtahan verənlərin hər birinə uğurlu nəticə arzu edirəm. İnşallah ki, istədiyiniz nəticə gələr. Və keçək biz demək imtahana düşən qrammatika sualları, sonra mətn sualları. İmtahan haqqında ilkin olaraq bu fikrə gələ bilərəm ki, imtahan normal idi, rahat idi. Bəzi suallarda nisbətən çətinliyi var, amma yəni mövzudan, mövzudan kənar heç bir proqramdan kənar heç bir sual düşməmişdi. 31-ci sualda deyir, nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməmi aldım. Sindaktik təhlil etdi. Nə etmək istəyir bizdə? Nə etdim? Aldım. Nəyi? Şəhadətnaməmi haradan? Gimnaziyadan. Nə zaman? Hərbi xidməti başa vurduqdan sonra. Deməli, zərflik, tamamlıq, xəbər, bu da uyğun gəlir Y variantına. Çox rahat sualdır. Yəni, çətinlik səviyyəsi deyərdim ki, sadə olan bir sual tipidir. Hansı cümlədə feil-sifət tərkibi işlənir? Feil-sifət tərkibi istəyir bizdən. Ev sahibləri gələn qonaqları mehribanlıqla qarşıladılar. Qarşıladılar, burada sizi çaşdırmasın. Kim qarşılayıb? Ev sahibləri. Hansı qonaqları gələn? Burada feil-sifətin özü işlənir. Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Bəli, şığıdı. Nə? Qartal. Hansı qartal? Ahəstə süzən. Ahəstə sözün süzən feil sifət özünə tabi ilə feil sifət tərkibi yaradır. Cavabımız olacaq B variantı. Mən çalışacağım sualları variant üzərində izah edeyim ki, vaxtımız çox getməsin. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Yerimək öyrətdin, tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədin desən, gərək öyrədəydin yıxılmamağa. Əvəzliyin bir məna növündən istifadə edilmişdir. Bəli, sən əvəzli, şəxs əvəzlikdir. Yönlülük halda işlənmiş söz mənsubiyyət şəkilçisidir. Balana yerimək kimə? Balana. Bəli, sənin balan, bu da əvəzlikdir. İkinci misrada işlənmiş isimlər təsirlik halda. Dolaşdım aranı, dağı, bu da düzdür. Bizdən yanlış istəyir. Təsriflənən feil deyir ki, 33-də. Təsriflənən feil hamısı xəbər şəklindədir. Amma gərək öyrədəydin. Bu isə arzu şəklindədir. Cavabımız olacaq D variantı. Bu da rahat sualdır. Təz hərəkət zərfinin təsriflənmə feili aid olduğu nümunəni istəyir bizdən. Tamamilə xəbərsiz idi. Burada ümumiyyətlə xəbərsiz sifətinə aiddir. Belə danışmağın burada heç bir əsas yoxdur, zərf yoxdur. Onlar ev yiyəsi ilə gülə-gülə salamlaşıb. Gülə-gülə feili bağlamadır, feili bağlamaya aiddir burada. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Çiyin-çiyinə döyüşdüyünə aiddir. Təsriflənməyən feil aiddir. Öz uğurlarını iftixarla danışana aiddir. Dilucu təşəkkür edib, dilucu da təşəkkür etməyə aiddir. Cavab olacaq 4-5 C variantı. 35-də nə istəyir bizdən? Deyir ki, 35-də uyğunsuzluğu müəyyən edin daha doğrusu. Vasitəsiz nitqili cümlə durğu işarələr buraxılıb, vasitəsiz nitqili cümləni çıxım. Qarı biraz düşünüb, yaxşı qərar sənindir dedi. Burada görürük ki, sıxım tamamilə uyğundur 35-də. B variant, A variantına daha doğrusu B-də. Bəli, dedi. Bir dəfə dedi varsa sağında, solunda vergül tiri olmalıdır. Elə uyğun cavab, yəni gözə çarpacaq qədər B variantıdır. Digər hamısı isə sxemləri düzdür. Yəni cavabımız B-dir. Dedi vasitəsiz nitqin tərkibində cümlənin ortasında dedi gələrsə, sağında da vergül, solunda da vergül tiri daha doğrusu qoyulacaq. 36-da nə deyir bizdən? Deyir ki, 36-da klasteri tamamlaya bilməz 36-da. Səs və hərflərin sayı bərabərdir. Deməli, doğrudursa, doğru ilə tamamlamalıyıq. 3 cigilli samit işlənmişdir. Uşaq canlı tamamlaya bilməz. Deməli, bu tamamladı. Cınını. Ğı samitin kar qarşılığı işlənmişdir. Ğının kar qarşılığı X-dır. Amma burada deməli bu sözdə işlənsə də bu sözdə işlənməyib. Yəni birinci sözdə işlənib, burada isə işlənməyib. 2-ni götürəcəyik. Açıq samitlərin sayı qapalı samitlərin sayından çoxdur. Bu da yanlış fikirdir. 3-ü götürəcəyik. Deyilişi ilə yazışı arasında 2 fərqli məqam var. Doğrudur. Yanaşı işlənən kar və cingilli samitlər var. Deməli bu da doğrudur. Kar qarşılığı olan samitlər işlənmişdir. Bu da yanlış fikirdir. Cavab olacaq 2, 3, 6. Gəlin bunun şeyini yazın. Uşaq canlı, uşaq canlı, bu belə tələffüz ediləcək. Açıq sözü sizi çaşdırmasın. Açıq sözündən sonra aşkar sözü gəldiyinə görə
Burada təbii ki qı-qıya keçəcək. Açıq, aşkar. Açıq, aşkar olacaq. Baxın, sənətkar sözündə kar olur. Orada şəkilçi olduğuna görə kar. Amma burada aşkar sözündə elə kar sözün kökündədir. Yəni açıq, aşkar şəklində olacaq. Cavabımız olacaq 36-da A variantı. 37-də nə deyir bizdən? Deyir, nümunəyə sən cədvəldəki uyğun fikirləri bir də ekrana gətirək. Uyğun fikirləri müəyyən edin. Gəncliyim, şərəfim, müqəddəratım bir ürək ceyranın əlinə düşdü. İkinci nümunədə deyir. Qayıt yerinə qoy ayı günəşi, yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nuru, könlüm atəşi, qayıt sahmana sal bu kainatı. Deyir, nümunələrin hər ikisinə aiddir. Nümunələrdən yalnız birinə aiddir. Bu tipli suallarda maksimum dərəcədə diqqətli olun. Yəni 37-ci sual bir balaca nisbətən digər suallara baxanda çətindir. Deyir, nümunələrin hər ikisinə aiddir. Nitq hissələrli ifadə olunan həmciz üzvlər işləmişdir. Gəncliyim, şərəfim, müqəddəratım. Bax, həmciz üzvdür. Qayıt yerinə qoy ayı günəşi, həmciz üzvdür. Nitq hissəsini ifadə olunub. Biri götürəcəyik. Yəni hər ikisinə aiddir. Sonra deyir, baş üzvlərdən birinin həmcizliyi var. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Nə gəncliyim, nə şərəfim, nə müqəddəratım, bu düzdür. Qayıt yerinə qoy ayı günəşi, yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nuru, könlüm atəşi, qayıt sahmana sal bu kainat. Sahmana sal kimsən, nə et qayıt kimsən. Bu da doğrudur. Mübtəda ordəmizdir, bu da xəbər. İkini götürəcəyik. Həmciz üzvlər uzlaşma əlaqəsinin əsas tərəfləridir. Bu yanlış fikirdir. Nümunələrin yalnız birinə aiddir. İki fərqli cümlə üzvü həmcizdir. Deməli, qayıt yerinə qoy. Bəli, burada tamamlıqla xəbər yalnız bu nümunəyə aiddir. Ona görə 4-ü də götürəcəyik. Həmciz mübtədaların ifadə vasitəsi söz birləşməlidir. Yanlışdır. Həmciz tamamlıqla işləmişdir. Bu da buna aiddir. Yəni ikinci şeirə aiddir. Cavab olacaq 1, 2, 4, 6 B variantı. Biri mürəkkəbatdır. Deyərdim ki, bu 38-ci sual, yəni ibtidai sinif səviyyəsində olacaq bir sualdır. Ədəbiyyat müəllimi, dəvəquşu, təbii ki, burada Novruz bayramıdır. Mürəkkəbat 38-də olacaq C variantı. 39-cu sualda çox sadə bir sualdır. Sadəcə uşaqlara həmişə deyirik ki, yəni sözün böyüklüyü o şərt deyil ki, sən bunu belə deyək də, kök və şəkilçisi də böyük olmalıdır. Peşəkarcasına sözün kökü peşə, peşəkarcasına, küs, küskündür, qrammatikdir. Dahi, yanə, çəki, deməli, çəkilmək, çəkiliş, bunlar uyğun gəlmirdi. Tanımaqdan tanış, tanışlıq, işdən, işlət, qrammatik var. Gendən, genəl, genəldirmək qrammatikdir. Sözün kökü deməli, oxşa sözün köküdür. Oxşar, oxşarlıq uyğun gəldi. Bərk sözün köküdür. Bərkimək, bərkitmək. Cavab olacaq Y variantı. Nəhayət 40-cı suala gələk. Deyir, ölkəmizin beynəlxalq arenada tanındığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir cümləsi ilə bağlı doğru fikirləri müəyyən edin 40-da. Quruluşca mürəkkəb xəbər şəklində olan fiil xəbərin ifadə vasitəsidir. Nə edir? Dəlalət edir. Quruluşca mürəkkəbdir, xəbər şəklindədir. Görürəm ki, zaman şəkilçisi var. Xəbərin ifadə vasitəsidir. Elə cavabım olacaq A variantı. Feillər qayıdış və məlum növdədir. Bu məlumdur. Ölkəmizi beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyini burada isə oldu. Cavab olacaq elə uyğun, doğru fikir A variantı olacaq 40-cı sual. Siz də öz fikirlərinizi rəy bölməsində yazın. İmtahan haqqında nə təəssüratlarınız varsa bizimlə bölüşməyə, daha doğrusu bölüşə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. İndi isə növbəti videolarda mətn tapşırıqları kanalda yerləşdiriləcək.